Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bugün sizlərlə birlikdə imtahanlarda tez-tez düşən Yapon oyunlarından olan Hitori mövzusuna diqqət yetirəcəyik. Birinci mövzunu izah etməzdən əvvəl ümumi bir məlumat vermək istəyirəm. Hitori nədir? Görürsüz, Hitorinin daxilində rəqəmlər yazılıb. Təbii ki, bu sadəcə rəqəmlər olmur. Bunun daxilində hərflər də yazıla bilər. Burada sual nümunəsində göstərmişəm. Amma dəyişən heç bir qanuna uyğunluq yoxdur. Ha rəqəm ya da hərf, heç bir fərq yoxdur. Ritoridə xanalar iki cür rənglənir. Ya xanalar ağ rəngdə olacaq, ya da qara rəngdə olacaq. Mən xanalara ağ xanaları dairə, qara xanaları isə X-dən ifadə edirəm. Siz ağ-qara da yaza bilərsiniz. Bu şəxsi bir seçimdir. Bunun xaricində nədir? Dediyimiz kimi oyunda xanalar var. Bu xanaların rəngi ya ağ, ya qara olacaq. Bəs bu ağ-qaraları necə təyin edəcəyik? Müəyyən qanun uyğunluqlarla. Baxın, sətir və sütun boyu iki eyni xananın ortasındakı xana, əziz tələbələr, bizim üçün ağ olur. Bundan nə deməyə çalışırıq? Deyək ki, biz sizə iki dənə belə xana veribdir, daha doğrusu üç dənə. Bura bir yazıb, bura bir yazıb, ortaya da dörd yazıb. Görürsüz, iki dənə eyni xana oldu, onun ortasındakı xana deməli mütləq ağ rəngdədir. Bu həm sətir üzrə belə olacaq, həm də sütun üzrə belə olacaq. Yenə də bura deyək ki, 5, bura 5, bura 3 yazsın. 3 ağ olacaq, iki eyni xananın ortasındadır. Hərf də olsa eyni qaydadır. Misal üçün 2 dənə A yazdı, ortasına da C qeyd elədi. Yenə də iki eyni xananın ortası ağ rəngdədir. Növbəti qanuna uyğunluqlarımız. Əgər bir xananı ağ rəngdə tapmısınızsa, deməli onun sətrində və sütununda eyni olan xanalar qara rəngdə olur. Misal üçün deyək ki, siz buradakı 5-i, baxın bu 5-i ağ rəngdə tapmısınız. Bunun yerləşdiyi sətir burada, yerləşdiyi sütun da burada. Deməli, yerləşdiyi sətir və sütunda digər 5-lər mütləq qara rəngdə olmalıdır. Bir növbəti qaydanı deyirəm. Qara xananın, məsələn, bu 5 qara oldu da, bunun üstü, sağı, solu və aşağısı ağ rəngdə olmalıdır. Yəni ona təmas edən xanalar. Təmas edən xana dediyimiz təqdirdə, misal üçün buradan örnək göstərim, onun çarpazı heç bir şəkildə nəzərə alınmır. Yəni ümumiyyətlə Yapon oyunlarda çarpaz deyə bir məntiq yox. Yuxarı, aşağı, sağ və sol var. Deməli, təkrar dediyimiz kimi 5 qaradırsa, onun yuxarısı, sağı, solu və aşağısı ağ rəngdə olmalıdır. Bu da ikinci qaydamızdır. Bir növbəti qaydanı deyim sizlərə. Baxın, hər hansısa bir xananın nə sətir, nə sütun üzrə təkrarlanması yoxdursa, o mütləq ağ rəngdədir. Misal üçün, buradakı 6-ya diqqət yetirin. Onun yerləşdiyi sətirdə və yerləşdiyi sütunda başqa bir 6 yoxdursa, ona görə də bu 6-nı biz ağ olaraq dəyərləndirəcəyik. Bir növbəti qayda. 2 dənə eyni xana yan-yana yerləşibsə, fikir verirsiniz, 2 dənə 4 yan-yana yerləşib. Deməli, bunlardan biri ağ, biri qara olmalıdır. Bu mütləq qaydadır. Hansının ağ, hansının qara olduğunu ilk başda bilmirik. Sadəcə bilirik ki, ikisindən biri ağ, digəri isə qaradır. Bu harda köməklik göstərəcək sizə? Deyək ki, burada 2 yox, burada da 4 yazardı. Baxın, bu ikisindən biri ağdırsa, buradakı 4 mütləq nə olacaq? Qara olacaq. Demişdik ki, sətirdə və ya sütunda cəmi bir dənə ağ xana ola bilər. Bu da növbəti qaydalarımızdan biridir. Geri qaldı bizim üçün 2 dənə eyni xana, yəni ağ xana yan-yana ola bilər. Əziz tələbələr, bu 5 və 4 ikisi də ağ olub yan-yana ola bilər. Amma 2 dənə qara yan-yana ola bilməz. Çünki məntiqlə fikirləşin. Biz bayaq qaydalarından birində nə demişdik? Qara xananın üstü, aşağısı, sağı və solu ağ rəngdə olmalıdır. Deməli, 2 dənə qara yan-yana ola bilməz ki, çünki qaranın sağı, solu, yuxarısı, aşağısı ağ rəngdə olsun. Amma 2 dənə eyni ağ xananın yan-yana olmağında bizdə praktik olaraq heç bir problem yoxdur. Bu qaydalarımızın hamısını sadaladığımıza görə indi keçək bir sual həlli ilə baxaq görək. Burada sual həlli dediyimiz təqdirdə nə başa düşəcəyik? Bir nömrəli sualı həll edəcəm sizlərlə. Deməli, bir nömrəli sualdır. Birinci nəyə baxırdıq? 2 dənə eyni xananın ortasındakılara. Birinci bunun sətri üzrə baxın, sonra da sütunlar üzrə baxın. Sətirlər üzrə baxsam, mən qaydalardan bir şey daha deyim sizə, heç sualın izahına başlamadan. Ağ xanaların bir-biri arasında çıxışı da olmalıdır. Bloka alına bilməz qaralar tərəfindən. Misal üçün, deyək ki, bu 6-nı ağ eləmişəm də, düz deyilmi? Bu 4-ü də qara eləsəm, sual səhvdir. Çünki 6-nın çıxışı nə ola bilər? Dedik, hərəkət ancaq yuxarı, aşağı, sağı və sol ola bilər. Yuxarı çıxışı və sağa çıxışı onsuz yoxdur, sual bağlıdır. Baxın, 6-nın sola çıxışı oldu, yox, qara qabağını kəsildi. Aşağıya yol oldu, çıxışı oldu, yox, qabağı kəsildi.
Biz dedik ki, ağ xanalar bir-biri arasında sərbəst bir şəkildə hərəkət etməlidir. Yəni digər ağlarla birləşməlidir. Qaralar əgər qabağını kəsibdirsə, bu sual bizim üçün yanlış olmuş olur. İndi sualı izah edə bilərik. Birdən başlayaq. Birinci sətirlər üzrə iki eyni xananın ortasındakı xanaları tapmağa çalışıram. Birinci sətrə baxsam yoxdur. İkinci sətirdə yoxdur. Üçüncü sətirdə gözümə dəymədi. Bir növbəti sətirdə iki dənə görürsüz 5 var, ortasında 1 var. Deməli ağ rəngdə olacaq. Burada da iki dənə 1-in ortasında 5 yerləşdiyi üçün bu 5-i də ağ rəngdə eləyəcəm. Bir növbəti sətirdə gözümə dəymədi. Bir növbəti sətirdə 2 dənə 4-ün ortasında 6 var. Deməli ağdır. İndi keçirəm sütunlar üzrə baxmağa. Nə qədər sistematik işləsə, sualı həll etmək bir o qədər asandır. Birinci sütunda yoxdur. İkinci sütunda 2 4-ün ortasında 5 var. Burada da 2 4-ün ortasında 3 var. Ağdır. Bir növbəti sütunda gözümə dəymədi. Bir növbəti sütunda dəymədi. Bir növbəti sütunda yoxdur. Bir növbəti sütunda yoxdur. Burada hər hansısa bir xananın gözünüzdən qaçmağı da elə bir qlobal problem deyil. Çünki ilərləyən dəqiqələrdə onu da həll etmək məcburiyyətindəsiniz. Əlqərəz, bu birinci qaydamızı elədik. Bir növbəti qaydamız nə idi? Eyni xanadan sətir və sütun üzrə sadəcə bir dənə sağ ola bilər. Misal üçün, bu 5-in sətir sütun üzrə təkrarlanması var? Yoxdur. Bu 3-ün sətir sütun üzrə təkrarlanması yoxdur. Bu 6-nın sətir sütun üzrə təkrarlanması yoxdur. Amma buradakı birə fikir verin. Buradakı 1 ağdırsa, buradakı 1 qara rəngdədir. Buradakı 5-ə görə fikir verin. Sütununda görürsüz, burada da 5 var, burada da 5 var. Deməli qaradılar. Sətrindəki gördüyünüz bu 5 də qaradır. Bunları da eləyəndən sonra növbəti qaydamız nə idi? Qaranın yuxarısı, sağı, solu və aşağısı ağ rəngdə olmalıdır. Deməli tapdığımız qaraların 4 tərəfini nə edəcəyik? Ağardacağıq. Gətirdik, bunları da ağartdıq. 4 tərəflərini ağardım. Bu 1-ə görə ağartdım. Buradakı 5-ə görə yuxarısı, sağı, solu ağ olsun, aşağısında onsuz xana yoxdur. Buradakı 5-ə görə də onun yuxarısı, solu və aşağısı ağ rəngdə olsun. Baxın, əziz tələbələr, yeni xanalar ağardı deyə yeni təkrarlanmalar da ortaya çıxdı. Misal üçün, buradakı 4 ağdırsa, buradakı 4-ümüz avtomatikman nə olur? Qara rəngə keçir. Çünki dedik ki, bir dənə sətir sütunda ağ ola bilər. Geri qalana qaradır. Misal üçün, buradakı 5 ağdırsa, buradakı 5-imiz avtomatikman qaralır. Buradakı 4 ağdırsa, onun sətrindəki 4 qaraldı. Deyək ki, buradan irəliləyərək gedək də. Buradakı 4-ü də gördüm. Bu 4 ağdırsa, buradakı 4 qaradır. İndi bu 4 qaraydı deyə buradakı 2 ağardı. Bunu bildik. Buradakı 4-ə görə nə oldu? Onun üstü, sağı, solu gəlib ağarmış oldu. Digər xanalara diqqət yetirək sizlə. Misal üçün, buradakı 4-ə fikir verin, ağ rəngdədir. Deməli, bu 4 qaradır. Bunun da 4 tərəfi ağarmış olacaq. Buradakı 5 ağdır deyə, buradakı 5 bizim üçün qaralmış olacaq, əziz tələbələr. Yerdə nə qalıbdı? 2 dənə xana, 1 ilə 5. 1-in qara olmadığını 100% bilirəm. 100% ağ rəngdədir. Səbəbini göstərim sizə. Bu 1-i qara elan eləsəz, buradakı 2 var ağ xanı, onun nə sağa, nə sola, nə də aşağıya çıxışı qalmır. 4 tərəfdən bloka alınır. Ona görə buradakı 1-i nə edəcəyik? Ağardacağıq. Bəs buradakı 5-i nə edirik? Fikir verirsə, bu sütunda 2 dənə 5 var. Birini qara tapmışsınız. Tələbələrin bildiyi yanlışlıq odur ki, deyirlər bəlkə biri qaradırsa, biri də ağ olacaq. Elə bir qayda yoxdur. Yəni bunu 100% deyə bilmərsiniz. Yəni bir sətirdəki bütün eyni xanalar qara ola bilər. Niyə? Yan-yana deyirlər. Sonsuz yan-yanadırsa biri ağ, biri qara olur, onu konkret bilirik. Amma əgər yan-yana deyirlərsə, məsələn, deyək ki, biri buradadır, biri buradadır, biri də buradadır. Bunların hamısının qara olmaq haqqı var. Deməli, biz birini ağ, biri qara seçə bilmiriksə nəyə diqqət yetirəcəyik? Bloka. Misal üçün, mən buradakı 5-i gətirib qaraltsam sizlərlə. Görün elə nə baş verəcək. Bloka baxın. Deyək ki, baxın, qara xanaları çəkirəm. Görürsüz nə oldu? Bu sağ tərəfdəki ağ xanaları gətirib bloka saldı. Yəni sol tərəfdəki ağ xanalarla aralarındakı kontaktı kəsdi. Buna görə də əziz tələbələr nə edəcəyik? Buradakı 5-i mütləq ağardacaq. Bu 5 də ağ olandan sonra bir dənə 6 qalıb. 6-nın onsuz ilk başda demişdik də, sətir sütun üzrə təkrarlanması yoxdursa ağ rəngdə olmalıdır. İndi gəlin ağ xanaların bir-biri arasındakı kontaktına baxaq. Deyək ki, baxın, magistral yol kimi fikirləşin. Bütün ağ xanalar axır bir şəkildə nə olmalıdır? Bir-birinə birləşməlidirlər və bu kontakt kəsilməməlidir. Və bu hərəkət ancaq düz və 90 dərəcə altında ola bilər. Fikir verirsə, ağ xanaların hamısını bir-biri arasında birləşdirə bildim.
Bu hərəkət təkrar dediyim kimi çarpaz ola bilməz. Ya düz, ya 90 dərəcə buzaq altında fikir fırlanmalıdır. İndi və sualın şərtində bizdən nə istəyir? Gəlin onu ayırd eləyək. Deyir ki, verilmiş Hitorini doldurun. Hitori üzrə üçüncü sütundakı qara sayını təyin edin. Birinci sütun, ikinci sütun, üçüncü sütun. Üçüncü sütunda neçə dənə qara var? Bir dənə. Ona görə də cavabı nə edirsiniz? Bir olaraq qeyd edirsiniz. İndi əldə edə bilər. Bu nisbətən sadə sual idi. Çünki burada sual axıra qədər öz-özlüyünü həll elətdirirdi. İndi gəlin bir növbəti suala baxaq sizlərin. 3 nömrəli sualdır. İndi baxın, neyniyirəm? Birinci qaydamız o idi ki, iki eyni xananın ortasındakı xanaları seçək. Birinci sətr üzrə baxaq. Birinci sətirdə yox. İkinci sətirdə var. 2 altının ortasında 5 var, 2 altının ortasında 1 var. Ağartdı. Bir növbəti sətirdə hələ ki gözümə dəymədi. Bir növbəti sətirdə baxsam yoxdur, bir növbəti sətirdə yoxdur, bir növbəti sətirdə yoxdur. Sütunlar üzrə buna baxsam, birinci sütunda gözümə dəymədi. Bir növbəti sütunda hələ ki gözümə dəymir. Bir növbəti sütunda görürəm 2-4-ün ortasında 5 var. Burada da görürəm ki, yoxdur. Bir növbəti sütunda gözümə dəymədi. Bir növbəti sütunda baxsaq yoxdur. Yəni bu qədər bizim üçün axan ortaya çıxırdı. Və bir də fikir verirsəz, məsələn bu 5 deyək ki bizim üçün ağdır, amma onun sətrində sütununda yoxdur. Bu birin də sətr və sütunda 1 yoxdur. Amma buradakı 5-in sətrində 5 var. Deməli bu 5 qara rəngdə olacaq. Onun yuxarısı sağı və aşağısı ağ rəngdə oldu. İndi əziz tələbələr, bizə 3 dənə yeni axan ortaya çıxdı da. Bu 2-nin sətrində sütununda 2 yoxdur. Bu 3-ün də yoxdur, bu 5-in də yoxdur. Sual kilitləndi. Yəni sual bundan sonra öz-özünü həll elətdirmədi. Bəs nə edəcəksiniz? Birinci qaydalardan birini nə demişdik? Demişdik ki, bir xananın sətrində sütununda təkrarlanması yoxdursa, o nədir? Ağ rəngdədir. Maksimum səviyyədə bunun köməkliyi alaraq ağ xanaları tapaq. Misal üçün, buradakı 1-ə baxın, sətrində sütununda 1 yoxdur. Deməli, ağ rəngdədir. 6-ları görürəm də təkrarlanır. Sətir-sətir baxıram suala. Buradakı 3-ə fikir verin. Nə sətrində, nə sütununda 3 yoxdur. Deməli, ağdır. Buradakı 4-ə fikir verin. Nə sətrində, nə sütununda 4 yoxdur. Ağardır. Buradakı 5-ə baxsaz, nə sətrində, nə sütununda dediyim kimi yoxdur. Ona görə ağartdıq. 6-lar təkrarlanır. Buradakı 4-ə baxsaz, nə sətrində, nə sütununda yoxdur. Buradakı 3-ün var, 6-nın var, 4-ün var, 2 heç, 5-in də var, 6-nın da var. Bir növbəti sətirdə 3-ün var, buradakı 1-ə baxsaz, nə sətrində, nə sütununda 1 yoxdur deyə ağartdıq. Buradakı 2-yə baxsaz, sətrində, sütununda yoxdur. Ağartdıq. Bu 2-yə baxaq. Buradakı 2-nin də sətrində, sütununda yoxdur. Ağartdıq. 4-ləri keçdim, 6-nı keçdim. 3-ə deyək ki, baxaq. Bu 3-ün də nə sətrində, nə sütununda 3 yoxdur deyə gətirib bunu ağardacağam. Bir də baxırıq buradakı 5-ə. 5-in görürəm ki, fikir verirsiniz, sətrində 5 var. Deməli, bunun ağ olmaq ehtimalı bizim üçün yoxdur. Buradakı 6-nın var. Buradakı 2-yə baxsaz. 2-nin nə sətrində, nə sütununda 2 olmadığı üçün ağartdım. 4-ü keçdim. Buradakı 4-ün də sətrində, sütununda 4 yoxdur. Ağartdım. 5-lərlə 6-ların da təkrarlanması olduğunu onsuz görürük. Bəs indi nə edəcəyik? Maksimum səviyyədə ağ xananı tapmışıq. Bundan sonrası sizdə edə bilər ehtimaldır. Ehtimalda necə alırıq? Misal üçün, ehtimallardan gəlin bir dənə örnək verim. Buradakı 2 6 verilib, biri ağ, biri qaradır. Mən burada hər hansısa birinə ağ və ya qara desəm, sual kilidlənəcək. Yəni sualın davamı həll olmayacaq. Ona görə keçirəm, buradakı 6-ya baxıram. Yəni elə bir ehtimal nəzərə alın ki, bir dənə ehtimal olsun. Onu təkrar silib ikinci, başqa, üçüncü ehtimallara nəzərə almayaq. Və ehtimal nəzərə aldığınız yerdən sonra, məsələn, sualı bura qədər deyək ki, ruçka ilə yazdınız, konkretdir, 100% əminik. Bundan sonrasını qələmlə yazın ki, imtahanda. Sonra ora qayıdıb səhvliyi olsa onu silib növbəti ehtimalı nəzərə ala bilərsiniz. Deyək ki, burada 3 dənə 6 yerləşir bu sətirdə. Az çox təxmin eləmək olar ki, bəlkə bir dənə sağ olar. Deyək ki, mən gətirdim, buradakı 6-nı ağ qəbul elədim. Ehtimaldır, sadəcə ehtimal olaraq dəyərləndirdim. Bunu da niyə dəyərləndirə bilirəm? Çünki oyunu çox oynamışam. Bu oyunu nə qədər girib telefonunuzda və ya kompüterdə Hitori onlayn yazıb oynasaz, bir o qədər oyuna bələd olacaqsınız. Yəni testlə öyrənmək çətindir, amma oynayaraq öyrənsəz, inanın ki, imtahanda müsbət 1 bal alacaq sizin üçün. İndi buradakı 6-nı ağ elan elədim ehtimal olaraq. Deməli bu 6 da qaradır. Buradakı 6 da qaradır. Qara xanaların 4 tərəfi nə olurdu bizim üçün? Ağ rəngdə olurdu.
Buradakı 6-ya görə də buranı gətirdim, ağartdım. İndi yeni ağ xanalara görə təkrarlanmalar ortaya çıxdı. Axı, misal üçün, buradakı 6 ağdır, buradakı 6 avtomatikman qaralır. Buradakı 4 ağdır, deməli aşağıdakı 4-ü mütləq qaraldacaq. Misal üçün, buradakı 5 ağdır, deməli buradakı 5-i qaraldacaq. Yeni qara xanalarda nə edəcəyik? 4 tərəfini ağardacaq. Misal üçün, bu 4-ə görə buradakı 4 ağardı. Buradakı 5-ə görə onun sağındakı və yuxarısındakı xanalar ağardı. Bunları da ağardandan sonra yeni ağ xanalar çıxdı ortaya. Məsələn, buradakı 6 ağdırsa, buradakı 6 qara olacaq. Onun sətrindəki xana da bizim üçün qara olacaq. İndi nə qalıb geriyə bizim dəyərləndirəcəyimiz? Deyək ki, sual üçün bəhs edirəm. Burada qalıb bizim üçün 3-lər və bu qalıb buradakı 5. 3-ü konkret tapa bilirik. Çünki buradakı 3 ağdırsa, buradakı 3 qaralır. Bunu bildik. Bu 3-ü gətirdik, ağartdıq. Bəs yerdə qalan bu 5 ilə 6-nı necə dəyərləndirəcəyik? Bu 5-in sətrinə baxsaz, bu 5-in sətrində bir dənə 5 var, onu qaraltmışıq. Sütununda onsuz 5 yoxdur. Mən bu 5-i qara və ya ağ olaraq elan eləməyimdə, deyək ki, mən gətirdim bunu qara olaraq elan elədim. Qara olaraq elan elədiyimiz təqdirdə, əziz tələbələr, 2 qara yan-yana gəlir. Onsuz bilirik ki, buradakı 6 ağdırsa, bağışlayın, 6 qaradırsa, buradakı 5-i ağardacaq. Bunu qoyduq bir kənara. Amma buradakı 6 ağ da ola bilər, qara da ola bilər. Mən fikir verəcəyəm görüm qara eləsəm nə olacaq, ağ eləsəm nə olacaq. Qara elan etsək blok yaranır. Necə ki, mən qara olaraq elan elədim. Fikir verin, burada qaralar nə oldu? Hamısı yan-yana oldu. Buradakı gördüyünüz bu ağ xanalar blok altında qaldı. Deməli, avtomatikman buradakı altını ağ elan etsək, sual düzəlir. Bu altını da ağ elan eləyəndən sonra sualımız bitdi. Təbii ki, sualı yoxlamaq üçün nə edə bilərsiniz? Ağ xanaların hamısını bir-biri arasında kontaktına baxa bilərsiniz. Görək, hamısı bir-biri arasında kontaktdadır, yoxsa yox. Görürsünüz, ağ xanalarım nə oldu? Hamısı bir-biri arasında kontaktda oldu. Deməli, sualı düzgün tapmışıq. Bundan sonra şərtin yerinə yetirməkdə də elə bir çətinlik yoxdur da. Deyir, verilmiş itorini doldurun və ağ xanaların sayını qara xanaların sayından nə qədər çoxdur. Yəni, ağ xanaların sayını tapıb, qara xanaların sayını tapıb, bir-birindən çıxaraq həll edəcəksiniz. Bu sual da belə getdi. İndi bir növbəti sual istəyirəm ki, sizə qəbul suallarından birinə baxaq. İndi baxaq sizlərlə birlikdə 11 nömrəli suala. Qəbulda düşübdür. İndi ilkin nüans olaraq nə edəcəyik? Sətir və sütun və sütunun ağ xanaları axtaracağıq. İki eyni xananın ortası. Birinci sətirdə yoxdur, ikinci sətirdə yoxdur. Üçüncü sətirdə bizim üçün gözümə dəymir, bir növbəti sətirdə görürəm ki, gözümə dəymədi. Bir növbəti sətirdə baxıram ki, 2B-nin ortasında C var. Gətirdim, ağartdım. İndi keçirəm sütun baxmağa. Birinci sütunda yoxdur, ikinci sütunda yoxdur, üçüncü sütunda yoxdur, dördüncü sütunda gözümə dəymədi. Axırıncı sütunda da görürəm ki, 2Y-nin ortasında C var. İndi əziz tələbələr, sualı həll edəndə bir nüans daha gözümə dəydi. Yadınızda nə demişdik sizlərə? Demişdik ki, iki eyni xana yan-yanadırsa, biri ağdır, biri qaradır. Bu iki y'yə baxsaz, biri ağ, biri də qara olacaq bizim üçün. Bu ikisindən biri ağdırsa, buradakı y nə olur? Avtomatikman qaralır. Ona görə nə etdik? Buradakı y-ni də qaraltdıq. Bu fikir versəz, sütun üzrə də elə eyni qaydanı ödəyirdik. İndi sualda hissə-hissə həll eləməyə başlayaq. Bu y-ni qara tapdımsa, bunun dörd tərəfi nə olacaq bizim üçün? Ağ rəngdə olacaq. Bundan sonra bu B-nin təkrarlanmasını gördüm. Bu B ağdırsa, buradakı B nə olacaq? Qara rəngdə olacaq. Bu qaradırsa, bunun dörd tərəfini nə edəcəyik? Gətirib ağardacaq. Burada 3Y də bir köməklik daha gördüm bizə. Baxın, bu iki dənə Y yan-yanadır. Biri ağ, biri qaradır. İndi gəlin sizə səhv alın göstərim. Deyək ki, mən buradakı Y-ni qara elan eləsəm, bunun yanındakı ağ olacaq. Bu da avtomatikman qara olacaq. Fikir verirsiniz, bu D hərfi nə oldu? Dörd tərəfdən blok alındı. Buna görə də nə edirik? Bunun biri ağ, biri qara idi axı. Qaranı bunu elan eləyəcək. Avtomatikman buradakı 2 dənə Y bizim üçün ağ olmuş olacaq. Sualı bura qədər həll elədik, amma davamı kilitlidir. Buna görə nə edək? Maksimum sayıda ağ xanaları tapaq. Misal üçün, buradakı D-yə baxsaz, sətrində də D yoxdur, sütununda da D yoxdur. Deməli, ağ rəngdədir. B-lərin təkrarlanması var. Buradakı Y-yə baxsaz, deyək, Y-nin sətrində də, sütununda da bizim üçün Y yoxdur. Deməli, ağ rəngdədir. A-lar təkrarlanıb. Buradakı C-yə baxsaz, Z-nin də nə sətrində, nə sütununda C olmadığı üçün ağartdınız.
Sonra B'lerin təkrarlanması var. D'nin var, A'nın var, Y'nin var. Yuxarıda olar heç. Buradakı D'yə baxsaz var. Buradakı B'yə baxsaz bunun da sətir sütunu üzrə təkrarlanması yoxdur. Ona görə də gətirib A rəngdə tapdıq. Buraya qədər sualın 100%lik qismi idi. Bundan sonra öz tələbələr ehtimal olaraq dəyərləndirməliyik. Gəlin ehtimalları nəzərə alaq. Deyək ki, burada görürsünüz 2 dənə B yan-yana yerləşibdir. Deməli, biri ağ, biri də qara rəngdə olacaq. Gəlin deyək ki, bu qara olsun, bizim üçün problem törətmir. Avtomatikman buradakı B-ni ağartmış olduq. Sualı bura qədər ehtimal alıram. Nə yazıq ki, bu sual üçün bir ehtimaldan həll eləmək olmurdu. Yəni birdən çox ehtimal almaq məcburiyyətindəydik. İndi deyək ki, burada 2 dənə A yan-yanadır da, düz deyilmi? Bunlardan biri ağ, biri qara rəngdə olacaq. Gəlin istəyirsə səhv halına baxaq, sonra düz halına keçərik. Məsələn, deyək ki, mən A-lardan bu səhv halıda fərqli rənglə yazıram ki, seçilsin. Bunu qara elan elədim. Bu avtomatikman ağaracaq. Bundan sonra bu qaranın dörd tərəfi ağ olur axı. Ona görə buradakı D-ni gətirdiniz, qaraltdınız. Fikir verirsiniz, nağdı sualda necə yarandı? Baxın, blok yarandı. Ona görə də nə edirik? Gətirirəm buradakı A-nı rəngin dəyişim qarışdırmayaq. Buradakı A-nı qara olaraq elan edirəm. Buradakı A bizim üçün ağarmış olur. Sonra keçirəm buradakı 2 dənə D-ni dəyərləndirməyə. Yenə də biri ağ, biri qara rəngdə olacaq. İstəyirsə birinci səhv halına baxaq. Buradakı D-ni qara elan eləsəm, yuxarıdakı D avtomatikman ağarır. Bunun da dörd tərəfi ağaracağı üçün burada gəldi. Qaraldı. Baxın, sualda avtomatikman yenə nə yarandı? Blok yarandı. Baxın bloka. Görürsünüz. Buna görə də nə edirik? A-lardakı ağ qaraların yerini dəyişdirəcəyik. Gətirdim yuxarıdakı A-nı ağ olaraq elan elədim, buradakı A-nı qara olaraq elan elədim. Sonra deyəsən biz bura D-dən gəlmişdik, amma fərqi yoxdur, yerlərini dəyişdik. Bizim üçün dəyişən heç bir nüans yoxdur. Buradakıları da təyin elədik. Bizə yerdə qalıb nə? Bir dənə D-lərlə bir dənə Y-lər. Bunları da day səhv hallarına birbaşa baxmıram, düz hallarına baxaq. Deyək ki, buradakı D bizim üçün qara olsa, buradakı D avtomatikman ağarır. Bir dənə dəyərləndirmədiyimiz Y-lər qalır. Y-lərdə də lap gəlin səhv halına baxaq. Deyək ki, mən buranı qara olaraq elan eləsəm, görürsünüz ki, burada C hərfi blokda qalır. Ona görə yuxarıdakını qara olaraq elan eləyirəm, aşağıdakı ağ rəngdə olur. Biraz nisbətən çox ehtimal olunmalı sual idi, amma həll eləmək düşünürəm ki, o qədər də çətin deyildi. İndi gəlin sualdakı bu kontaktlara baxaq görək. Hamısı öz yolundadır, yəni heç bir kəsilmə yoxdur ki. O da görürsünüz, bütün ağ xanalar bir-biri arasında hərəkət edə bilir. İndi bundan sonra bizə verilən şərti yerinə yetirək. Deyir ki, Hitorda 3-cü sətirdə qaralanmayacaq hərfləri tapın. 3-cü sətir buradır deyə. Burada qaralanmayacaq hərf nədir? D-dir, Y-dir, C-dir. Deməli, D-ni seçdik, Y-ni seçdik, C-ni seçdik. 3, 4, 5. Bu da bizim üçün A variantını ödədi. Deməli, əziz tələbələr, Hitoridə olan izahımız bu qədər. Mən dediyim qaydaları izləyərək həll edə bilməyəcəyiniz hitori yoxdur, amma siz özünüzü möhkəmləndirib imtahanda düşən sualı bir neçə saniyə həll etmək istəyirsə, tətbiqini yükləyib və ya Hitori onlayn yazıb brauzer üstündən birbaşa oynaya bilərsiniz. Yəni Android istifadə etsəz də, iOS istifadə etsəz də Hitori yazaraqdan App Store-dan və ya Play Store-dan tətbiqini axtarıb yükləyə bilərsiniz. Hər birinizə imtahanlarda uğur diləyirəm.